Qarabağ məğlub oldu. 4-cü dəfə qələbə qazanmağı bacarmadı Sabah üzərində. Açığı oyun məni açmadı. Ümumiyyətlə bəlkə də bu mövsüm 4 komanda arasında keçirilən bəlkə də ən məzmunsuz oyun idi. Ən baxımsız oyun idi. Necə dəyərləndirirsən? Qarabağ niyə məğlub oldu? Demək olar ki, çempionluğun taleyi həll olundu. Sözün açığı, futbolumuzda belə şeylər daha çox olsa, görürsən, mövsümün rekordu kubok oyununda qırılmışdı. İndi də çempionat oyununda qırıldı. Düzdür, keçmiş oyunlara baxanda biraz düzdür, oyun barəsində sönüklük oldu. Amma buna baxmayaraq təxminən 40-45 dəqiqə 10 nəfərlə qalan Sabah, yəni Qarabağdan qol buraxmadı. Yəni məncə oyunun ən önəmli məqamı bu idi və burada belə deyək də, artıq məncə Qarabağda həm futbolçular, yəni artıq başa düşüblər ki, yəni buradan geri dönüş çox çətindir. Çox çətindir. Ona görə də məncə bu çempionluğun elanı idi da, yəni rəsmi şəkildə. Aslında bir neçə həftə əvvəldən biz danışırdıq, yəni sadəcə artıq çempionluğun bunu daha erkən bitirmək üçün Sabahın 2 dəfə şansı var idi. Bəli. Ötən turdan əvvəlki tur və 3-0 o qarşılaşma ki 3-3 Qarabağla qarşılaşma. Bəli, bəli. Amma yəni bu oyunda da artıq qalib gəlməklə bu turda qalib gəlməklə bu arada mənim şəxsi həyatımla bağlı artıq şəhərlərdə rəylər gedir. Yəni mağazin baş verir hal-hazırda. Nəysə, indi söhbət nədən gedir? Sözün açığı, mən Sabahın çempion olmasına, əslində çempion olmayıb, çempionluğun ən real namizəddir. Şanslar qalır Qarabağda, amma demək olar ki, böyük ölçüdə həll oldu. Yəni 2 oyun artıq Sabah səfərində məğlub olmasa çempiondur. Hətta növbəti tur məsələ həll ola bilər. Yəni, bir qələbə ilə. Yəni burada məsələ nədir? Məsələ odur ki, Azərbaycan futboluna yeni bir format atılmağı üçün, yəni Sabahın və yaxud da digər bir komandanın çempion olması məncə Azərbaycan futbolunda gələcəklə bağlı nələrin baş verə biləcəyini bizim önümüzdə növbəti mövsüm artıq Avrokuboklar gələndə bizim üçün hər şey daha aydın olacaq. Niyə görə? Çünki Qarabağ məhz bu Çempionlar Liqasında təsnifat mərhələlərindən başlayanda azarkeşlərin qəlbində belə bir rahatlıq var idi ki, ən pis halda biz Konferans Liqasının mərhələsində, yəni Avrokuboksuz qalmayacaqdıq. Və indi Sabah artıq demək olar ki, çempionluğu garantiləməyə yaxındır və Sabah çempion olacağı təqdirdə o insanlarda və futbol camiasında başqa bir həyəcan olacaq. Çünki o həmişə gördüyümüz mövqedə artıq Qarabağ deyil, başqa bir komanda olanda, yəni bu yeni macəra. Yeni macəra və bu siz nəyə gətirib çıxarda bilər? Çox uzun illər sonra iki komandamızın və yaxud da hətta belə deyim də çox pis bəxtimiz gətirsə falan filan 3 komandamız birdən Avrokubokların qrup mərhələsində çıxış eləyə bilər. Məncə bu məqam baxımından bu çox önəmlidir Azərbaycan futbolunun o marketini dünya futboluna. Tutalım ki, Çempionlar Liqasında bir komandamız çıxış eləyir, məsəl üçün deyirəm. Götürək bir komandamız UEFA Avropa Liqasında, 2 komandamız Konferans Liqasında çıxış eləsə, məncə ölkənin o futbol abu-havasını qaldırmaq baxımından bu məncə daha məqsədə uyğundur. Problem o sahə şəkilçisindədir, yəni eləsə, şərt şəkilçisi. Amma mən sənə deyim, xanoğlan, 4-ünün də olması mən sənə deyim, məncə çox çətindir. Sabah bu potensialla məncə Avrokuboklarda bu baş məşqçi ilə, bu görülən işlə, belə deyək də, məsəl üçün Sabahın transfer elədiyi futbolçulara baxsaq, hamısı dəyərini tapmış və o öz
Artıq bura gələnə qədər artıq parlamış futbolçulardır. Bura qədər parlamış futbolçulardır. Amma ən əsası o karyeralarının o qrup çağında deyirlər də. Bəli, bəli. Gəlim Azərbaycana futbolu qutarım. Başa düşdünüz? Bəli. O son vurğunu eləyim. Məsələn, Simicə bunu aid eləyə bilər ki, qrup çağlarda, amma adamın elə bil 24 yaşı var, 31 yaşı var adamın. Ya 31 yaş futbol üçün elə də Yox, nə mənada böyük bir deyirəm, yaş deyil. Əslində, yəni orta sahə oyunçusu üçün 31 yaş heç də az yaşda deyildi, amma Qarabağla oyunda 10 nəfərlə qalan komanda son dəqiqələrə qədər onun apardığı bir mübarizəni görərdin. Amma sanki 25 yaşı vardı futbolçunun. Və 10 nəfərlə. Sim üçün belə, yəni o istəyini biz görürdük də yaş baxımından danışası olsaq 31-32 yaş. Baxımdan Ayxan oğlan, gəl etiraf eləyək ki, məncə 100 nəfərdən soruş, 95-i Sabahın layiqli çempionluğunun haqqını verəcək. O 5 nəfərdə ya Qarabağ azarkeşi olacaq, ya ümumi azarkeşisi qoysaq kənara. Bu günləri Sabah heç bir şeyi kənara qoyuram. Sabah neçə dəfə qarşılaşıb Qarabağla? 4 dəfə. Bugün Azərbaycan futbolunun təməli, yəni son 10-15 ilə baxsaq, ən güclü komandası kimdir? Təbii ki, Qarabağ. Əgər bir dəfə Qarabağla qarşılaşarsan, o Polat ayında da deyir Sabah kimsə görsəm, belə deyək də, Vinmaniya nə idi Azərbaycan? Fikir vermərəm, keçərəm, günorta görsəm şübhələnərəm, axşam eyni adam görsəm, vuraram, öldürərəm də, belə bir şey deyil. İndi bu etik olmasa da. İndi burada həqiqət var da, adamlar Qarabağla 4 dəfə qarşılaşıblar, ölkənin reallığında ən güclü komandasıdır. Və 4-ündə də Qarabağla qələbələri və bərabərliyi qoyaq kənara, hətta məğlub belə olsaydılar, başa-baş mübarizə aparıblar. Yəni bu günləri həqiqətən də Sabah komanda kimi məşqçi heyətindən, rəhbərliyindən, futbolçularından çempionluğa ən layiqli komandaydı və çempionluq uğrunda sadəcə 1-2 oyun qalıb. Yəni heç kim o çox deyirlər, məsələn şəhərlərdə də yazırlar ki, Sabahı hakimlər çempion elədi, belə qardaş elə şey yoxdur. Sabahı nə hakimlər çempion elədi, nə başqa bir qüvvə. Sabah öz strukturu ilə, öz futbolu ilə, öz nümayiş elətdirdikləri ilə, öz təşkilatçılığı ilə, öz infrastrukturu ilə çempion oldu.